Salam əziz və hörmətli kanal izləyicilərimiz, xoş gördük sizi. Yeni bir gündə salamlayıram. Bu gün sizlərə Masazır qəsəbəsindən Əliağa Vahid prospektindən hardasa bir 100 metr, 120 metr məsafədə belə gözəl bir 2 mərtəbəli həyət evi çəkib təqdim etməyə gəlmişik. Çəkilişə başladıq. Həyətdən hörmətli izləyicilər. Görürsüz belə həmişə yaşıl ağaclar var həyətində əkib. Həyət torpaq sahəsi ümumilikdə 1.8 sotun içindədir, hörmətli izləyicilər. Bax, ümumi həyətini göstərirəm sizə, bax, təqdim edirəm. Görürsünüz. 2 maşın rahatlıqla həyətə girə bilir, hörmətli izləyicilər. Görürsünüz, 7 daş kürsüdədir. Cüt daşdır, furqon cüt daşdır. Evin arxasında keçməyi var. Burada yer də var, hörmətli izləyicilər. Evin arxa tərəfinə fırlanmaq üçün burada yer də var. Bax, görürsünüz. Mərtəbə arası da monolitdir. Monolit betondur. Bax, çöldən bir daha göstərirəm. Bax, çöldən ümumi görünüşünü göstərirəm. İndi keçək sizi içərisi ilə tanış edim, hörmətli izləyicilər. Daxil olduğu hörmətli izləyicilər, həyət evinin içərisinə bu dəhliz hissəsidir. Görürsünüz, 2 mərtəbəli 4 otaqdan ibarət bir həyət evidir. Bu ümumi dəhlizini göstərirəm sizə. Kombi xətti var, hörmətli izləyicilər, görürsünüz. Keçək qonaq otağı ilə sizi tanış edeyim. Çox gözəl bir geniş qonaq otağı var. Görürsünüz, qəşəng TV-set yığılıb, televizor artdığı. Bax. Hörmətli izləyicilər, gözəl bir həyət evimizdir. Görürsünüz, tavan hissəsi sport işıqlar, gizli işıqlar, fiqurun alçıbanla yığılıb. 2 ədəd pəncərəsi var zalın. Bax. Döşəmə hissəsi laminatdır. Belə böyük, geniş bir zalı var, hörmətli izləyicilər. Bu zaldakı divan, stol qalacaq. Bəzi şeylər televizor zat götürüləcək, qalan şeylər qalacaq, hörmətli izləyicilər. Bura mətbəx hissəsidir. Mətbəx hissəsi döşəməsi metlaqdır, istipoldur. Görürsünüz. Mətbəxdəki bu stol, mətbəx mebeli qalacaq. Sadəcə elektronika götürüləcək. Belə bir mətbəxi var. Burada da pəkanların altında da belə kiçik bir sanitar qovşaq var. Görürsünüz. İndi qalxaq 2-ci mərtəbə ilə sizə tanış edim, hörmətli izləyicilər. Bax, görürsünüz. Qalxdıq 2-ci mərtəbəsi. Bu da 2-ci mərtəbəsinin ümumi dəhliz hissəsidir. Pəkanlarını göstərirəm. Bax, belə. Burada da sanitar qovşaqdır. 2-ci mərtəbədə bir sanitar qovşağı var. Burada bir yataq otağı, hörmətli izləyicilər. Görürsünüz. Burada növbəti bir yataq otağı. Bir yataq otağı. Hamısının pəncərəsi var, işıqlanması var, hörmətli izləyicilər. Mənzilimiz çox gözəl bir yerdə yerləşir. Masazır arasında çox gözəl bir yerdə yerləşir, hörmətli izləyicilər. Mənzilimiz kupçalı çıxarışlı mənzildir. Paket kupçadır, hörmətli izləyicilər. Gördüyünüz, tanış elədim sizi, bütün otaqlarla tanış elədim. Yenə qayıtdıq qonaq otağına, hörmətli izləyicilər. 2 mərtəbəli 4 otaqdan ibarət gözəl, möhtəşəm bir həyət evimizdir, hörmətli izləyicilər. Mərtəbə arası beton monolitdir. Bir daha vurğulayıram, cüt daşdan tikilmiş evdir. Qazı, işığı, suyu, mərkəzi kanalizasiya sistemi, kombi xətti var, hörmətli izləyicilər. Müəyyən əşyalar da mənzildə qalacaq. Mənzil kupçalı, ipotekaya yararlı bir
həyət evlidir, hörmətli izləyicilər. Sizin də satışda mənziliniz varsa, buyurub bizə müraciət eləyə bilərsiniz. Tez bir zamanda satışında sizə yardımcı ola bilərik. Hörmətli izləyicilər, ən əsası da kanalımızı bəyənib, videomuza belə deyək də, videolarımızı bəyənib, üzr istəyirəm, kanalımıza abunə olmağı unutmayın. Bu günlük bu qədər. Sağ olun, var olun.